İnsan doğulur, boya başa çatır, arzularının dalınca qanad açır, sevinclə kədərin qovuşacağında anlar yaşayır. Amma təbii ki, hər kəs olacaqlarından, başına gələnlərdən bir xəbər çalışır, zəhmət çəkir. Çünki həyat eşqi, yaşamaq həvəsi, özünü doğrultmaq ümidi, inadı insanla bərabər doğulur. Amma kim bilər, haqq ədalətə tapdalanan bəzi insanların hamısının dayağı olardı. Bizim
Terezaydı da. Yəni kimi lazımdı Ceyran dayaq göstərirdi. Kim müraciət eləyirdi Ceyrandan əli boş qayıtmırdı. Allah rəhmət eləsin. Ceyran xanımla 33 ildir dostluq, yoldaşıq. O mənə tək dostluq, sirdaşlıq eləmir. Həm dərd olmuşuq, həm dərd ortaq olmuşuq. Bacı qədər xətrini istəmişəm. Bu da mənə qardaş qədər nətədə istəyib. Gecənin hansı bir aləmində zəng edib onu narahat eləsəydim, o heç bir narazılığı bilmədən Hüquq fakültəsində təhsil aldı, amma içindəki yaradıcılıq coşqusu, ədəbiyyata meyli və təxəyyülü onu hüquq sahəsində yox, mətbuata, daha sonra isə televiziyaya yönəltdi. Bugün bizim için çok çetindir. Çünkü doğmamızı yitirmişik. Dünya Televiziyasının ailesinin bir üzvünü yitirmişik. Tanınmış jurnalist Ceyran Hanım Bəhlulova dünyasını değişip ailesine doğmalarına başsağlığı verirəm. Ben bilirəm ki, Dünya Televiziyası da onun doğmasıydı. Bizim için çok çetindi, çok. Cavan idi, arzuları çok idi, hayat sever idi. Ağdam gözəli deyirdim her zaman ona. O gitti Ağdam'ı da gördü ama nece arzuları var idi. Bizi çok istirdi Qurban, seni çok istirdi, indi istemezsin, bilirəm sen için çetindi. Qəbri nurla dolsun, mekanı cennet olsun, çok çetindi. Hazırda Şahbulaq qalasıdır. Əzəmətli bir qaladır. Ağdamın görkəmli yerlərindən biridir. Gözəl yerlərindən biri. Çox gözəl. Çox gözəl. Şükür bugünə, şükür. Şükür. Şükür bugünə. Axır ki gəldim, çıxdım bura. Şükür. Şükür. Dağlara baxın. Baxın dağların gözəlliyinə. Görürsünüz. Bugün həmən şükür. Göydə Allah, yerdə də cənab prezidentimizin sayəsində biz bu qələbəni qazandıq. Ordumuzun sayəsində bu qələbəni qazandıq. Allah prezidentimizə can sağlığı versin. Ordumuza qüvvət versin, güc versin. Bu yaxınlarda mən Ağdamda oldum. Ağdama getdim. Düzdür, Ağdam çox pis vəziyyətdə idi. Ağdam mənə bir təsir bağışladı ki, elə bil Ağdam küçüb bizdən. Torpaq büzüşüb, yığışıb. Ancaq buna baxmayaraq çox şadam ki, bugün biz öz vətənimizdəyik, biz öz torpağımızdayıq. Bunun üçün də yenə də cənab prezidentimizə, Mehriban xanıma təşəkkürümü bildirirəm. Ordumuza can sağlığı arzulayıram. Var olsun Azərbaycan. Ceyran elə bir adamdır ki, onunla danışmaqla tutarmaz. Nə qədər istəyir. İndi Ceyran gedir, gözəl bir yadigar bırakır. Bundan nəfəs alır. Sağ ol. Uzun müddətdir Ceyranla bir yerdə çalışırıq. Bir çox rayonlarda çəkilişlərdə olmuşuq. Hər kəs bilir ki, Ceyran bir ömürlük xatirə verilişinin rejissoru olub. Bu verilişdə əziyyəti çox olub. Bir çox sənətkarların evlərində olmuşuq. Onu Ceyranla bərabər demişik, Ceyranla bərabər gülmüşük. Bugün onun itkisini qəbul edə bilmirəm. Çox ağırdır. Ailəsinə, yaxınlarına başsağlığı verirəm. Mənim toy günümdə Ceyrandan mən halallıq aldım. Ceyran mənə səs göndərmişdi. O mənə halallığını verdi və dedi, sən də mənə haqqını halal elə. Salam sabah xeyirə qaynansan, aslan fikirləşəm. Allah xoşbəxt eləsin, yarayanlardan ol, oğlu qızı ol. Cəmlə təbrik edir, xəstəxanadayıq, dönənlərim elə ximiyazadə olub biraz. Şeydir, buradayıq xəstəxanada. Təbrik edirəm, öpürəm səni. Haqqımda halal elə, hər şeydir, sən də halal elə. Mən də halal eləyim, hamımızı yaxşılıqdan başqa işinə qalmır qaqacınyada. Mama gilə göz aydınlığı ver. Xoşbəxt ol. Nəvə nəticə toyu qismət eləsin Allah. Bir yastıqsa qozalasız. Öpürəm, öpürəm. Allah qoysa görüşərik.
fikirlərini, düşüncələrini bölüşməyə, meydan axtarışına, çıxış yolu proqramına ekspert kimi qoşuldu. Daha sonra Dünya televiziyası ilə əməkdaşlığa başladı. Obyektivliyi, prinsipiallığı, işə can yanğısı Dünya televiziyası rəhbərliyinin də diqqətini çəkmişdi və bir gün bizə bir proqramın yaradıcı heyətində çalışmaq qismət olmuşdu. Bir ömürlük xatirə verilişinin rejissorluğu Ceyrana tapşırılmışdı. Biz Ceyran xanımla yol yoldaşlığımız olub bir neçə ildir. Bizim ilk tanışdığımız Spes televiziyasında olub və ondan sonra da bir arası 3 il hələ yol yoldaşlığımız olub, dostluğumuz olub. Həqiqətən gözəl insan idi. Yəni bizim ailəyə gəlib gedən adam idi. Ailəlicə hamımız tanıyırdıq. Və bizim xatirəmizdə çox gözəl qaldı. Biz hələ 2020-ci ildə sentyabr ayında birlikdə getdik Tovuz hadisələrindən sonra orada şəhid ailələrini ziyarət elədik və bizim layihəmiz oldu, çəkilişlərimiz oldu, bir klipimiz oldu. Onların hamısını yəni ərsəyə gəlməyində Ceyran xanımın böyük rolu var idi. Allah ona rəhmət eləsin, Allah məzarını nurla doldursun. Mən and olsun Allah, eşidəndə elə pis oldum. Mən biraz kövrələn adam deyiləm, yəni mən ailəmdə də cavan insanlar itirmişəm. And olsun Allaha deyirəm. Elə ağladım, mən pis təsir elədim. Mən Naftalandaydım eşidəndə ki, dünyasında yaşayır. O çox pis təsir elədim. Allah rəhmət eləsin. İnsan var ki, gedir, baxırsan ki, evdən gedir, amma Ceyran xanım evdən yox, eldən getdi. Yəni mənim xatirəmdə biz dəfələrlə rayonlarda, digər yerlərdə olduq. Bizə hörmət, izzətlə qazandılar, qarşıladılar və o biz yox, Ceyran xanım qazanmışdı. Çünki elə adamlar var ki, məni tanımırdılar və onu tanıyırdılar. Yəni mən, nə bilim, xatirəmdə həqiqətən yaxşı bir insan kimi qaldı. Təkcə mənim yox, onu sevənlərə. Allah onu rəhmət eləsin. Allah məzarını nurla doldursun. Mən də nə qədər canım sağdır, qardaşlarımla ömrümün sonuna qədər qardaşlığımla özümə borc bilirəm. Ceyran xanım çox gözəl insan, çox gözəl dost olub. O mənə ana olub, bacı olub. Həyatda onu yenə itirməyimə çox, necə deyim, ürəyim ağrıyır. Özümə yer tapa bilmirəm. O qədər gözəl insan olub ki, hər şeyi insana başa salırdı. Yəni ki, belə, necə deyim sizə, deyirdi, yaşamaq lazımdır, giyinmək lazımdır, dostluq eləmək lazımdır. Bu belə gözəl insan olub. Allah Ceyran sənə rəhmət eləsin. Sən heç vaxt bizim yadımızdan çıxmayacaqsan. Ceyran xanım ilk əmək fəaliyyətinə Qanunkeşilik qəzetinin müxbiri kimi başladı. Daha sonra Həqiqət və Rifah qəzetində şöbə müdiri oldu. O jurnalist kimi obyektiv olmağa çalışırdı. Faktları yoxlayıb, dəqiqləşdirir, hər kəsin problemini çözülməsinə səy göstərirdi. Əslində keçmiş zaman kimi danışmaq mənim üçün bu dəqiqə çox çətindir. Yəni onun varlığı həmişə bizim yanımızda olub. Dünyasını dəyişib sözünü heç qəbul edə bilmirəm. Çünki bəzi insanlar var ki, evdən gedir, bəzi insanlar var ki, eldən gedir. O bugün bizim elimizdən, obamızdan, bizim hər kəsimizdən gedir. Çox çətindir mənim üçün onun barəsində, yenə də keçmişlərdə danışmaq. Özü qədər gözəl insan bir də özü idi. Biz onunla dəfələrlə yol yoldaşı olmuşuq, əməkdaşlıq eləmişik. O insanı mən yolda daha çox fərq edirdim. Yəni o insan həyatda olduğundan daha çox yollarda insana daha sadiq, daha mükəmməl bir insan idi. Mən sadəcə deyirəm ki, Azərbaycanın qadına məxsus olan, Azərbaycan xanımına məxsus olan bütün xüsusiyyətlər sanki onda cəm olmuşdu. Və ondan da əvvəl çox gözəl və təmpərvər olmaqla bərabər həm də ürəyi yanan bir şəxsiyyət idi Ceyran xanım. Şəxsiyyət idi, sözünü heç də dilimə gətirə bilmirəm. Amma onu deyirəm ki, onun yeri cənnət olsun. Məncə o cənnət quşudur. Onu müalicə edən də mənim bacım qızı Mehriban xanım olub. O hər zaman gələndə mənə onun barəsində məlumat verirdi. Dedi, xala əlindən gələni eləyəcəm, tək o sağ qalsın. Və günlərin bir günü mənə bir mesaj göndərdi. 3 dənə nöqtə qoydu və yazdı Ceyran.
çəkmiş oldu. Allah yerdə qalanlar bizə səbir versin. Biz onun yolunu davam edəcəyik. Sənli, mənli hamımız. Və biz Ceyranı yaşadacağıq. Çünki onun hələ həyata keçməyən o qədər arzuları qaldı ki, o sanki bir arada xoşbəxt olmağa hazır idi. Və elə bir ki, o xoşbəxtliyi onu çox gördük. Ceyran sənin qabağında baş əyirəm bacım. Sənin yerin cənnət məkan olsun. Cənnət yuxularına gedəsən. Mən bilirəm ki, sən orada mələklərin içindəsən. Yaxşı ki, sənin kimi insanlar oldu bizim həyatımızda. Amma gözlə, hamımızın yerimiz oradır. Biz sadəcə bir qonağıq. Amma sən aramızdan çox tez getdin. Getdiyin yol uğurlu olsun. Tanrının nuru səninlə olsun. Sən ona layiqsən Ceyran. Bəlkə də bu dəqiqə bizimləsən, hər şey işləyirsən. Kəş bu ayrılıq olmayaydı. Biraz zamana buraxaydı Tanrı, amma yenə də Tanrının öz bir qərarı var. Bizim bilmədiyimiz bir şeylər var. Ceylanı kızım kimi qəbul elədim, bir Qarabağ. Allah belə heyədən də bax. Yəni, o hal ədir, o dil bilər. Ceylan hal ədir. Ceylan öz havasına, öz qiriyyətinə, öz halal zəhmətinə görə onunla xoşdur. Allah ömrü versin, biz həmişə çəkilişlərə gələk. Dədə, sən də bax bizi belə gülər üzlə qarşılayasan. Yaşam tutmaz burada, qarlı. Biz Ağdamda bir yerdə işləmişik, neçə ilin dostuyuq. Yəni Ceyran ücə həyatda yoxdur, elə bilirəm mənim də həyatım yoxdur. Elə bilirəm qolumun biri yoxdur. Ceyran haqqında o qədər gözəl sözlər danışmaq olar ki, bu heç vaxt bitməz, heç vaxt bitməz. Çünki Ceyran kimi qız hələ də nə bilim təsadüfi gələr dünyaya. Ceyran elə hər bir jurnalist kimi deyildi. O qeyri-adi bir jurnalist idi. O bizim evdən yox, elimizdən gedibdi. O hamıya çox köməklik eləyirdi. O kasıbların anası idi. Bütün kasıblara o heç bir şey maddi cəhət güdmədən hamıya əl atırdı. Mən ağlayanda Ceyran da ağlayıb, mən güləndə Ceyran da gülüb. Elə bilirəm həyat mənim üçün sönübdür. Çünki Ceyran yoxdur. Hər dəqiqə o mənim evimə həftədə bir dəfə də olsa biz onunla görüşürdük. Onsuz günümüz olmayıbdı. Nə deyim, Ceyran haqqında mən nə deyə bilərəm? Heç qutarmır axı deyəm onun xatirələri. Onu elə ancaq xatirələri qalır bizdə. Heç onu da, o xatirə də Ceyranın yerini vermir. O şəklinə baxıram evdə hər dəqiqə mən o da Ceyranın yerini mənə vermir. Çünki həyatda Ceyran yoxdur. Elə bilirəm, hər şeyim yoxdur. Mənim qızım da hər dəqiqə, hər gün bizim evdə Ceyran haqqında söhbət gedir. Son danışığımız belə oldu ki, mən onu yuxuda gördüm. Amma heç onun heç bir xəstəliyi yox idi. Mən onu yuxuda gördüm. Yuxuda görəndə durdum qızıma danışdım ki, qızım bu yuxu mənim xoşuma gəlmir. Dedi ki, ana nədir? Dedim, mən Ceyran elə yuxusunu görmüşəm ki, bu yuxu mənə xoş gəlmədi. Aradan bir gün keçdi, mən Ceyranı yığdım. Dedim, Ceyran, nətərsən? Dedi, Təranə, biraz vəziyyətim yaxşı deyil də, özümü pis eləyirəm. Mən də oğlumla getdim onun yanına. Dedim, elə belə olsun, soyuq dəvdə belə. Gördüm, yox, biraz özü narahat hiss eləyir. Nə bilim, onunla görüşdüm orada, söhbət elədik. Dedi, amma mən onu yuxuda gördüm. Nətər gördümsə elə həyat
Məkanı cənnət olsun. Allah yerdə qalanlara can sağlığı versin. Sizi kimi dostlar sağ olsun ki, unutmursunuz Ceyran xanımı. Bütün Ceyran xanımı harda bir məclisi olanda, harda bir yığıncaq olanda Ceyran xanımı həmişə orada görərdik. Son vaxtlar ağır xəstəliklə mücadilə, mübarizə apardı, amma xəstəlik ona güc gəldi. Mübariz qız idi Ceyran, çox mübariz idi. Ceyran heç vaxt xəstəliyə belə necə deyim, tabi olmamalı idi. Oldu. Allah onu bizdən aldı. Allah Taala onu sevənlərinin necə deyim, Ceyran sevənlərin hamısını sınadı Ceyran itkisi ilə. Allah Ceyran sənə rəhmət eləsin bacım. Allah sənin yerin məkan cənnət eləsin. Biz söz tapmırıq deməyə. Ceyran üçün hamı ağlayır, hamı. Çünki Ceyran elə bir dost idi ki, həmkar kimi, jurnalist kimi yox, elə dost kimi, bacı kimi hamının dar günün, çətin günün dostu idi. Ne diyeyim? Allah sənə qəni-qəni rəhmət eləsin, gözəl bacım. Ananın, atının yanına gəldin, dedin, çox danışırdın, bəhs edirdin onlardan və nəhayət ki, onlara qovuşdun. Bizlərdən üst çevirdin, gəldin onlara. Hamımızın yeri buradır. Allah sənə rəhmət eləsin, yerin, məkanın cənnət olsun. Üz-üzə verilişin aparıcısı Könül xanım demişdi ki Ceyrana, Ceyran, verilişimin tam yarısı 50 dəqiqəsini sənə həsr eləyəcəm. O da deyirdi ki, danışacağım. Yəni çox söz deyəcəm deməli. Ancaq inanın Allaha, nə danışacaqdı, nə deyəcəkdi onu biz bilmədik. Elə o sözlər, o fikirlər hamısı onun ürəyində getdi. Bircə dəfə nəsə oldu, belə dedi ki, mənim balalarıma yaxşı baxın. Heç bilmirdi belə, amma dedi o sözü. Mənim balalarıma yaxşı baxın. Fəxr edirdi balaları ilə, çox istəyirdi balaları. Heç ölümü ağlına gətirmirdi, heç düşünmürdü ki, o öləcək. Elə deyirdi, Cəmilə, çıxarıq buradan Əshab-ı Kəhfə getmək istəyirdi. Ziyarətlərə gedərik, gəzərik. Bezdim deyirdi bu balnisada yatmaqdan. İnanın, heç mən də düşünməzdim ki, Ceyranı nə vaxt itirərəm. Təəssüf, çox təəssüf ki, Ceyran bu xəstəlikdən çıxa bilmədi. Çox təəssüf. Yəni, vaxtsız, bəli, vaxtsız arzuları ürəyində, istəkləri ürəyində. Yəni, heç istəmirdi də, yəni, o qədər həyat eşqi onda var idi ki, eləyəcəm. Bir dəfə yazıq dedi ki, axırda, elə deyirəm Cəmilə, eləyəcəm, heç bu termosu götürüb buradan o tərəfə qoya bilmirəm. Nə eləyəcəm deyir, onu da bilmirəm. Evə də gəlmək istəmirdi ki, məni sağalsınlar buradan çıxarsınlar. Mən belə xəstəliyə gedirəm ki, və sağalsınlar çıxsınlar, mən gedim işimlə gücüm. Kollektivin çox
bugün biz onu son mənzilə yola saldıq. Bütün komandamızla, bütün jurnalist həmkarlarımızla və hamı onun üçün ağlayır. Onun yoxluğuna da heç kim inanmır. Çox çətindir, amma biz onu itirdik. Çox təəssüflər olsun. Allah Ceyran xanımı rəhmət eləsin. Allah onun qəni rəhmət eləsin. Çox gözəl insan idi. O insan ölümə layiq bir insan deyildi. Qəlbi təmiz insan idi. Hər dəfə Astaraya gələndə mənə deyirdi ki, Vüsal, mən sən üçün əlimdən gələni eləyərəm. Elədi də, efirlərə mənə çağırdı. Mən bir meyxanaçı kimi, mənim ona böyük bir hörmətim var idi. Çox qəlbi təmiz, sadə bir insan idi. Onun ölümünü eşidəndə pis oldum. Anam da pis oldu. Bizim evimizə gedərdi, gələrdi. Allahın qismətidir. Allah onu rəhmət eləsin. Ceyran xanımın vəfatı mənə də çox pis təsir etdi. Mənə sənət yolunda, xanəndənin yolunda efirə çıxmağa belə mənə kömək etmişdi. Mənə bu sənət yolunda dəstək olan insanlardan biri idi. Allah rəhmət eləsin.